Salam, hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən İffət müəllim Şıxəliyev 8-ci video ilə qarşınızdayım. Başlayaq suallara vaxt itirmədən. Birinci sual. Bizə deyir ki, Z1 bərabərdir 3 üstəgəl 4i, Z2 bərabərdir -4 üstəgəl 3i. Bu ifadələrdə Z1 çıx Z2-ni tap. Nə edirik uşaqlar biz burada? Biz burada 3 üstəgəl 4i-dən çıxarıq nəyi? -4 üstəgəl 3-ini. Bu da nə verəcək bizə? Bu da 3 üstəgəl 4-i, mənfi mənfi edir, olur müsbət 4, mənfi müsbətə dəyər olur nə? Olur mənfi çıx 3i. 3 üstə 4 nə verəcək bizə? Verəcək 7 çıx i. Deməli, cavabımız olacaq nə? 7 çıx i. Uşaqlar, mənim bu izah edəcəyim sualların ən çox xoşuma gələn tərəfindən ibarətdir ki, mən burada variantlarla işləmirəm. Yəni variantlar burada görsənmir və o səbəbdən siz konkret olaraq nə sual izah edirəmsə, həmin sualların mütləq şəkildə həll yolunu görmüş olursunuz. Düşünürəm ki, bu sizlər üçün faydalıdır, özü çox faydalıdır deyə düşünürəm. İndi növbəti sualımızda deyir ki, x, y 4-dür, x kvadrat x, y kvadratın cəmi 6-dır. Belə olduğuna görə x üstəgəl y-in cəmini tap. Bu belə deyirsə, mən x, y çıxardıram mötərizə xaricində. İçəridə nə qalır? İçəridə qalır x üstəgəl y bərabərdir 6-ya. X, y nədir? 4. 4 vur x plus y bərabərdir 6-ya. Onda x plus y nəyə bərabərdir? 6 böl 4-ə. Yəni 1,5. Cavab olanda nə? Bunların cəmi olur 1,5. Yəni, bu da qəşəng suallardan biridir. Sonra burada nə kimi suallar sizə izah edə bilərəm? Sonra məsələn, burada belə bir sual var. Sual belədir ki, üçbucağın daxili bucaqları 5, 6, 7 nisbətində 3 hissəyə bölünür. Deyir, bunun ən böyük bucağı ilə ən kiçik bucağın fərqini tap. 5, 6, 7 nisbətində bölünübsə, bilirik ki, daxili bucaqların cəmi nəyə bərabərdir uşaqlar? 180-də. Deməli, k-larla bunu 180-də bərabər edirik. Alıram 18 k bərabərdir 180-də. K bərabərdir 10. Mənə deyir ki, ən böyüyündən ən kiçiyin fərqini tap. 7k-dan 5k çıxanda nə qalır? 2k qalır da. 2k-da nə deməkdir? 2 vurun. Verəcək nə bizə? Verəcək 20. Cavab edir nə? Cavab edir 20. Aydın oldu mu bizə uşaqlar? İndi, belə bir dənə rahat sual verib. Deyir ki, sinifdə 32 şagirdin, 32 nəfər şagird var. Bunun 8 nəfəri əla oxuyandır. Deyib, bir dənə şagird götürürük sinifdən. Bu şagirdin əlaçı olma ehtimalı nə qədərdir? Onda yazırıq nə? Yazırıq 32-də 8. Bu da verir nə? 4-də 1. 4-də 1. Faiz çevirəndə nə qədər olacaq? Yəni 25% olacaq. 100-ə vuracaq da. Yəni bu da qəşəng suallardan biridir. Bundan sonra belə bir suala baxaq. Yazıb ki, kosinus x bərabərdir 1 tənliyini həll edin. Uşaqlar, biz bilməliyik ki, kosinus 1-i harada alır? Yəni, çəkəndə vahid çevrə, bir nöqtəsi haradır? Bir nöqtəsi bu nöqtədir. Kosinus burada, gəlmək üçün biz 0-da burada olur, 0 dərəcədə. Bir də 360 dərəcə fırlananda. Ona yazırıq ki, x bərabər nəyə? 0 üstəgəl 2 pika. Yəni, x bərabərdir 2 pika qiymətində nə olur? Kosinus 1 qiymətini alacaq. Yoldaşlar, video xoşunuza gəldisə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Əgər istəsəniz videonu dostlarınızla da paylaşın, kanal dostlarınızla paylaşın ki, həm kanalımız böyüsün, həm dostlarınız məlumatlansın və daha da birlikdə bu tip sualları bilməklə imtahana qədər heç olmasa ən azından müəyyən qədər biliklərimiz olsun, müəyyən qədər nəticəmiz olsun. Mən sizlərin hər birinə inanıram və bilirəm ki, sizlər bu günləri əziyyət çəkməklə sabahları imtahanda gözəl bir nəticələr əldə edəcəksiniz. İşiniz avamda olsun. Hələlik.